İsrail Müdafiə Qüvvələri İranlı mülki şəxslər üçün görünməmiş təxliyə xəbərdarlığı edib. Bu barədə İsrail ordusunun sözçüsü Avichai Adrai sosial şəbəkə hesabında yazıb. Silah istehsal edilən yerlərdə olan və yaxud yaxın müddətdə o ərazilərə və ya obyektlərin yaxınlığına gedəcək şəxslər dərhal oradan uzaqlaşmalı və növbəti xəbərdarlığa qədər bu ərazilərə yaxınlaşmamalıdır. Bu obyektlərin yaxınlığında qalmaq həyatınızı riskə atır. Rusiya ordusu Donetsk vilayətinin Ulyanovka yaşayış məntəqəsini ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Britaniya İsrailin İranın zərbələrində iştirak etmir və Təl-Əviv və cavab hücumlarını dəf etməkdə kömək etmir. Bunu Britaniyanın Maliyyə naziri Reeves deyib. Gələcəkdə nələrin baş verə biləcəyini şərh etmək fikrində deyiləm, amma hələ ki bu əməliyyatda iştirak etməmişik. İsrail ordusu Tehranda və başqa yerlərdə hədəfləri vuracaq və İran ilanının dərisini soymağa davam edəcək. Onun nüvə imkanlarından və silah sistemlərindən məhrum edəcək. Bu sözləri İsrailin Müdafiə naziri İsrail Katz deyib. O bildirib ki, İran diktatoru öz rejiminin sağ qalması üçün Tehranı Beyruta, sakinlərini isə girovlara çevirir. İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin hücumları nəticəsində hərbi kosmik qüvvələrinin 8 komandirinin öldürüldüyünü açıqlayıb. Bu barədə Sepahın rəsmi saytında məlumat yayılıb. İnqilab Keşikçiləri Korpusunun yüksək komandanlığının tanınmış üzvləri Mahmud Bagiri, Davud Şeyxyan, Məhəmməd Bagir Tahirpur, Mənsur Səfərpur, Məsud Tayyib Xosrov Həsəni, Cavad Cavusara və Məhəmməd Ağacəfəri amansız, lakin cəsarətli şəkildə həlak olublar. Məlumatda qeyd olunub. İsrail İran Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücum edib. Bu barədə Noor News məlumat verib. Bir saat əvvəl İsfahanda Müdafiə Nazirliyinə bağlı mərkəzə hücum edilib. Əyalət hökuməti mümkün zərərin həcmini dəqiqləşdirir. İsrail aviasiyası səhər saatlarında İranın Kirmanşah əyalətindəki hərbi bazaya hücum edib. Bu barədə İsrail mətbuatı məlumat verib. İsrail kəşfiyyatının məlumatına görə bazda raketlərin saxlanması və buraxılışı üçün istifadə olunur. İsrail İranın dini lideri Ayətullah Əli Xameneyinin fiziki olaraq məhv edilməsi senarisini istisna etmir. Bu barədə Wall Street Journal mənbəyi isnadla məlumat yayıb. Mənbə qeyd edib ki, Tehranın nüvə proqramı ilə bağlı məqsədinə çatmaq üçün Xameneyinin öldürülməsi İsrail üçün tabu deyil. Onun sözlərinə görə, iki ölkə arasında müharibə Tehran nüvə proqramından əl çəkənə qədər davam edəcək. İranın hücumundan sonra İsrailin mərkəzi hissəsindəki Batyam şəhərində baş verən partlayış nəticəsində 35 nəfər itkin düşüb. Məlumata görə, Batyam və Rehovotda yaralıların sayı 137 nəfərə çatıb. Onların 6-sı ağır, 19-u isə orta ağır vəziyyətdədir. ABŞ prezidenti Donald Trump, İsrailin baş naziri Benjamin Netanyahu ilə İrandakı Fordo nüvə obyektinə zərbə endirmə imkanı müzakirə edib. Bu barədə İsrailli jurnalist Barak Ravid yazıb. Qeyd olunur ki, Trump Fordodakı nüvə obyektinə zərbə endirmə imkanını nəzərdən keçirir. Ravidin sözlərinə görə, ABŞ prezidenti belə bir hücumla Tehranın nüvə silahı yaratmasının önünü almaq istəyir. Bildirilir ki, Fordodakı nüvə obyekti İsrailin son hücumlarından məhdud dərəcədə ziyan görüb. Hər il hərtərəfli tibbi müayinədən keçirəm. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Mütəmadi olaraq hər il check-updan keçirik, Putin qeyd edib. Rusiyalı avtomatoloq cərrah ilə söhbətində Putin vurğulayıb ki, görmə qabiliyyətinin bir qədər zəifləməsi diaqnozu qoyulanda da eynək taxmaqdan imtina edib. Eynək taxdım və başım fırlanmağa başladı. Başa düşdüm ki, indi çıxarmasam ömrümün sonuna qədər taxmalı olacağam. Heç bir problem olmadan sərbəst oxuya bilirəm.
İsrail Tehrana doğru hava yolunun faktiki olarak açıq olduğunu beyan edib. Bu barədə kütləvi informasiya vasitələri məlumat verib. İsrail tərəfi bildirib ki, hava məkanında ciddi maneə yoxdur və Tehrana doğru uçuşlar həyata keçirilə bilər. Məlumata görə son hava hücumları nəticəsində İranda yerləşən 2 nüvə obyekti, İsfahan və Natansda ciddi zədələnmələr qeydə alınıb. Qeyd olunur ki, həmin obyektlərin bərpası həftələr çəkəcək. Ukrayna ordusu Sumi vilayətində yerləşən Andreevka yaşayış məntəqəsini ələ keçirib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib. Ukrayna lideri bildirib ki, ordu sərhəd bölgəsindəki Andreevkanı azad edərək Pakrovsk istiqamətində irəliləyib. Ölkə rəhbərinin sözlərinə görə, iyunun 14-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskinin mövzəsini dinləyib. Sumi vilayətinin sərhəd rayonlarından Rus qoşunlarını çıxarmağa nail oluruq. Bunun üçün bütün hərbiçilərimizə təşəkkür edirəm. İsrailin Müdafiə naziri İsrail Katz İran ali rəhbəri Əli Xameneiyə xəbərdarlıq edib. O, digər yüksək səviyyəli hərbi rəsmilərlə görüşündə Tehrana səslənib. Katz İranı hədələyərək İsraili hücumların davam etdiriləcəyi təqdirdə Tehranın yanacağını bildirib. Xamenei İran vətəndaşlarını girova çevirir və onların İsrail mülki şəxslərinə qarşı törədilən cinayətlərə görə ağır bədəl ödəyəcəkləri reallıq yaradır. Tehrana qarşı təcavüz dayansa, İran İsrailə zərbələri dayandıracaq. Bunu İranın Xarici İşlər naziri Abbas Arakçi deyib. Biz özümüzü müdafiə edirik. Bu, özünü müdafiə edir. Təbii ki, dayanarsa, biz də cavab verməyi dayandıracağıq. İsrailin İrana qarşı hücumları ABŞ-ın razılığı və dəstəyi olmadan heç vaxt baş verməzdi. Bu sözləri İran Xarici İşlər naziri Abbas Arakçi deyib. Bizim İsrailin hücumlarını bölgədəki Amerika qüvvələrinin dəstəklədiyinə dair güclü dəlillərimiz var. Amerika qüvvələrinin rejimə necə kömək etdiyini yaxından izləyirik. Amma bizim sübutlarımızdan daha vacib olan Trumpın müsahibəsində dəstəyini açıq şəkildə ifadə edən və növbəti addımların olduğunu bildirən bəyanatlarıdır. ABŞ bu hücumlarda tərəfdaşdır və onun məsuliyyətini qəbul etməlidir. Siyonist rejimin hücumlarına cavab olaraq, Siyonist rejim daxilindəki hədəflərə diqqət yetiririk. Biz istəmirik ki, müharibə başqa ölkələrə və regiona yayılsın. Diplomatiya ilə məşğul olduq, amma bizə aqressiya tətbiq olundu. Biz özümüzü müdafiə edirik və bu qanunidir və təcavüzə cavabdır.